Xalq yaradıcılığı. Ulaq. Axşamınız xeyir olsun istəklilər. Vaxt vədə yetişdi. Allı güllü, sazlı sözlü boğçamızı da götürüb görüşünüzə gəldik. Yaradan bu fürsəti bizə çox görməsin. Şeytan şərindən uzaq olun. Könlünüz açılsın, üzünüz gülsün. Həmişə can deyib can eşidəsiz. Yaylaqların səfasını, dağların vəfasını görən, sərin bulaqların diş göynədən suyundan içib, güllü çiçəkli çəmənlərin havasını udan elat əhli, mərhaba. Mərhaba. Əziz eşidənlər, analar barədə çox eşitmişik, çox demişik. Nə qədər eşitsək, nə qədər desək, yenə də azdır. Ananın haqqını ödəmək çətin məsələdir. Hələ uşaq vaxtı əlimizə tikan batanda, yıxılıb başımız daşa dəyəndə, dizimiz, qolumuz qanlayanda birinci sözümüz, of ana, gəl olub. Adamı inandırmaqdan ötürü anamızın canını and içmişik. Bir uşaqdan qisas alanda anama deyəcəm demişik. Aldığımız yaranı anamız öpməmiş, sağalmayıb. Anadan özgəsi yalandı. Şair demiş, yananlardan anam qalıb yadımda. Hələ atamıza demək istədiyimizin çoxunu da anamıza demişik, o çatdırıb. Böyüyəndə gözaltımız olanda da utana-utana, qızara-qızara anamızın qulağına pıçıldamışıq. Ananın xeyir duası həmişə bizdən olub. Lap elə qəribdən də soruşasan ki, ən çox yadına kim düşür? Deyəcək anam. Gözünün yaşı da ovucunda. Əziz eşidənlər, ananın qarışı evlada keçməz, nədən ki süd qoymaz. Övlada acıqlanıb onu danlayanda da həmişə qarğışı tərsinə yozar analar. Ay səni görüm, Allahın qəzəbinə gələsən əvəzinə, səsini yumuşaldıb, kirimişcə gəlməyəsən, deyər. Günün ağ olmasın əvəzinə, olsun deyər. Onu da yavaş pıçıldar, tək özü eşidər. Beləcə xatasız, bəlasız acığını yola verər. Yanıb yaxılmaz, vurub dağıtmaz. Ana qəzəbi isti ovuca düşən qar kimi tez əriyər. Əsəbini də gülə-gülə yola verər ki, balasının ürəyinə toxunmasın. Amma Allah eləməmiş, atanın qarğışı adamı göyüm-göyüm göynədər. Hər yerdə zəlil eləyər. Tanrı bədəsil övladdan qorusun bizi. Amin. Amin. Ana qədər gözü yol çəkən başqa biri varmı? Gözləri yollara öyrəşib, yollar gözlərə. Gələnə sevinər, gedənə qəribsiyər.
Gözünün yaşı içinə axar. Görən olmaz ciyər parəsini oxumağa yollayanda, əskər yola salanda ya da uzaqlara iş dalınca göndərəndə xeyir-dua qarışı, arxasınca atılan bir qap su da övladının işlərini o bir qap suyun aydınlığına tapşırar. Aydınlığa çıxasız istəklilər, sucan ömrünüz olsun. Analar yanar ağlar, dərdini sanar ağlar, dönər göy göyərçinə, yollara qonar ağlar. Anaların zəhməti, sevgisi, qayğısı bu 4 misraya necə sığa bilir? Min illərin ağır acısını daşıyan, quruşun ağırlığında olan, fil dizi bükən, dəvə çöktürən bu misraların yükünə yük çatarmı? Yox, çatmaz. Analara yaxşı nə eləsən azdır. Xoşbəxtlikdən ən çox şeir analara yazılıb, ən çox mahnı da analara bəslənib. Halal xoşları olsun. Anacan yox sənin tək, bu cahanda bir mələk. Sən də təksən tanrı tək, sənsən qüdrətim ana. Eşiyim başında sən, mənə laylay demisən. Hər azaba dözmüsən, gücün qüvvətim ana. Eşiyim başında sən, mənə laylay demisən. Hər azaba dözmüsən, gücün qüvvətim ana. Hər sinəyə damladı, sənsizlik yetimdadı. Sənsən həyatımdadı, ömrə zinətim ana. Hər sinəyə damladı, sənsizlik yetimdadı. Sənsən həyatımdadı, ömrə zinətim ana. Ayana canım ana, şanım şöhrətim ana. Bucağın güllü beşik, qoynu cənnətim ana. Ayana canım ana, şanım şöhrətim ana. Bucağın güllü beşik, qoynu cənnətim ana. Ayana canım ana, şanım şöhrətim ana. Bucağın güllü beşik, qoynu cənnətim ana. Ayana canım ana, şanım şöhrətim ana. Bucağın güllü beşik, qoynu cənnətim ana. Ataların analara söz boğçası. Anasına bax, qızını al, qırağına bax, bezini al. Analı qızın özü böyüyər, anasız qızın sözü. Ana balası üçün canını oda yaxar. Ağlarsa anam ağlar, başqası yalan ağlar. Ana səbri böyükdür. Ana ürəyi dağ çiçəyi. Ata olmayan ata, ana olmayan ana qədrini bilməz. Ana qızına taxt verər, ata qızına baxt. Anasızın gördüyü iş danlaqsız bitməz. Beləcə əziz eşidənlər, sözümüzü anadan saldıq, xeyir duamızı anadan aldıq. Biz nə karəyik ki, əgər Tanrı anaların dualarını eşidirsə, onların varlığını uca tutursa, amma anadan söz açıb atanı unutmaq insafdan olmaz. Elədirsə, Kamil babanın da ata yanğısı sözümüzə bələdçi olsun. Ata tərəfdən də alnımız açıq, üzümüz ağdır. Dədə Qorqudun 12 boyluq ulu dastanında ataların adı sıra-sıra, alay-alay önümüzdə dayanıb. Salur Qazan, Aruz, Baybura, Qanlı Qoca, Vəkil, Dirsəxan, Qiyan Səlcuq. Bu atalar Oğuz elinin ürəyi, dirəyi olub, yağıya göz verib işıq verməyiblər. Elədirsə görək ata adı hardan başladı, haraya yol açdı?
O adın ululuğu, ağırlığı başımızın ucalığıdır. Qobustan qayalarındakı daş yazılardan, Azıq mağarasının 1000 illik dərinliyindən qürur dolusu səslər gələr. Dədə hey, ay dədə, Ata, ay ata, ay baba, ay baba. Daşdan səs çıxdı, amma bəndədən yox deyimi də bəlkə belə məqamda yaranıb, kim bilir? Bu çağırmalar, çığırmalar, haraylar daş üstündə donub qalan bir yallıdır, bir elatdan qopub gələr. Daş yaddaşı da qan yaddaşından doğar. Bir millətin soyunu, kökünü əsrlərdən əsrlərə daşıyar. Əvvəl bir alaçıqdan başlar elin obanın, ulusun uğur yolu, ərliyi, kişiliyi. Bu bir alaçıq yığılıb, yığışıb olar bir oba, bir yurt. Bu bir alaçığın bir atası olur, bir anası. Bir də yağı bağıryaran igid oğlanlar, sona qızlar olur bu ocaqda. Uşaqlar ana südü ilə dil açar, ata çörəyi ilə boy atarlar, səs iməkləyərlər, söz qaçarlar, nağıl boy yürərlər, dastan böyüyərlər. Sonda bir yiğit olarlar ki, yağı gözünə bıçaq, bir gözəl olarlar ki, düşmən gözünə qıyıq. Elin ərənləri, elin gözəlləri bir atanın zəhmətində, qayğısında, alının tərində, qabarlı əllərində boya başa çatarlar. Oğullar böyüyüb ata olar, qızlar böyüyüb ana. 3 uşaq 3 evə, 5 uşaq 5 evə, 7 uşaq 7 evə çevrilər. Bu evlərdə atanın nəfəsi, gücü uşaqların qanına işlər, nəsil artar. Ata ucalığı, igidliyi, ərənliyi, şərəfi bir nağıl, bir hikmət olar. Son anda qəhrəmana çevirərlər. Dastanlara, boylara hək olar. Aşıqların dilindən düşməz. Ululardan üzü bəri, ata əli xışdan, oraqdan, çəkikdən yapışıb, yeri gələndə qalxan qaldırıb. Qalxanı təkcə öz üzünə yox, elin obanın üzünə, xilasına tutub. Barmaqları qılıncın dəstəyinə sıxılıb, qələbə deməyincə dəstəkdən aralanmayıb. Atanın qanı yerə calanıb, qoruduğu torpağa sorulub, haqqın qanını torpaq yaxşı tanıyır. Eynən lalə rəngində, həm də o qanın gücünə qara torpaq ağ günə çıxıb, uca, müqəddəs olub. 44 günlük Qarabağ savaşında döyüşüb, vətənin üzünü ağ eləyənlər də şəksiz şübhəsiz həmin o qılınclı qalxanlı ata igidlərin varisləridir. Onların qanını, genini daşıyanlardır. Əzizim mərd atası, doldur ver mərdə tası. İgid özü mərd olmaz, olmasa mərd atası. Qələbə hər zaman torpağı namus bilənlərin olur. Tanrı həmişə elimizi, obamızı ərənli, igidli eləsin. Amin. Amin. Atalar sözü, ağlın gözü. Ata-ana sözünə baxmayan xoş gün görməz. Ata-ana tərbiyə verməyəni həyat tərbiyə eləyər. Ata-anasına xeyri olmayanın elə nə xeyri? Ata malına göz dikən ac qalar. Ata olmasan
ata qədri bilməzsən. Atam kündəni sayır, anam kündədən kəsir. Atanla atamı demə, özünlə özümü de. Atan soğan, anan sarımsaq. Sən hardan oldun belə gülmə şəkər? Atasından nə xeyir gördük ki, balasından nə xeyir görək. Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu. Gül gülməcə. Bir evə atın belində təzə gəlin gəlir. Gəlini düşür ta düşürdə, bəy səs edir ki, atı bərk tutun, yoxsa gəlin yıxılacaq. Bəyin atası deyir. Olmasın bir toyuğumuz ya da bir çəpişimiz. Gəlin yıxılacaq, gedib bir çəpiş də verib təzəsini gətirəcəyik. Burada nə var ki? Gəlin qaynatasının dediyini eşidir, amma üzə vurmur, ürəyində saxlayır. Axşam olan kimi gəlin gözdən oğurlanıb qaçır düz dədəsinin evinə. Evdə soruşurlar ki, Qızım, niyə gəlmisən? Xeyirdirmi? deyir, elə belə. Qaynatam dedi ki, olmasın bir çəpiş, verib təzə gəlin alaram. Bir çəpişə görə mən o evə daha getmərəm. Bu tərəfdən də qaynata söz söhbəti eşidir. Dediyi sözdən peşman olur. Ondan bundan qohum əqrabadan borc xərc alıb, çoxlu pul toplayıb, gəlini təzədən evə qaytarmağa çalışır. Yığdığı pulu dəstələyib aparır verir gəlinin dədəsinə. Biraz çək-çevir eləyəndən sonra razılaşırlar. Gəlini ata mindirib evinə gətirir. Evə çata-çatda atası oğluna deyir. Ay oğul, dünyan gəlib, atın ipini möhkəm tut, gəlin yıxılar. Çox böyük hörmətlə, izzətlə gəlinin sağına soluna keçirlər. Qulluğunda dururlar. Bu vaxt qaynata deyir. Ay, gəlinə yaxşı baxın, başına yun şal salın. Ayağına isti corab geyindirin. Məqam çatır gəlinə. O da ürəyini boşaldır, deyir ki, ay qaynata, və məni niyə bir çəpişə alıb satırdın? Bilmirdinmi ki, ucuz ətin şorpası olmaz? İstəyirlər. İndi də eldə obada ən çox işlənən dabbaqda gönünə bələd olmaq deyiminin açması güman ki sizə də maraqlı olar. Mənası o deməkdir ki, bir adamın keçmişinə, yəni hər cür gizli işlərinə bələd olmaq, kəsəsi iç üzünü bilmək. Onda əgər belədirsə, yeri gəlmişkən, elimizin obamızın dabbaqlıq sənətindən biraz xırdalayaq ki, həm deyimin açmasına kömək olsun, həm də bu peşə tamam unudulmasın. Olsun, nə deyirəm ki? Ondan başlayaq ki, dabbaq heyvan dərilərini aşılama üsulu ilə gönə ya da meşinə çevirməklə məşğul olan ustaya deyirlər. Məsəl var, dabbaq sevdiyi dərini yerdən yerə vurar. Dəricilik sənəti dədə-baba üsulu ilə başlayıb, peşəkar dabbaqlığa qədər gəlib çatıb. Vaxtilə bəsit üsulla aşılanma maldarlar arasında çox geniş yayılmışdı. Eymə, tuluq, dağarcıq, motal qabları, ha belə canım sizə desin, çarıq, papaq, kürk kimi geyimləri hazırlamaqdan ötəri əvvəlcə dəri bəsit qaydada aşılanırdı. Belə ki, kəpək ya da arpa unundan hazırlanan yal
tüklərin dibini boşaldıb tökür. Duzun ya da zəyin köməyi ilə dəri yumuşalır. Sonra bitkidən alınan təbii boyalarla boyanır. Bu işdə çalışanların məmulatı göm, sarğı, tumac, müşkü və xəz dəridən ibarət olurdu. Bunların hazırlanması ilə kürkçü ya da papaqçılar məşğul olublar. Dabbaqxanalar gönü, dərini adətən şəhər qəssabxanalarından ya da maldarlardan satın alardılar. Aşılama işi çoxlu su apardığından dabbaqxanalar iri su hövzələrinin, ən çox da axar suların yaxınlığında yerləşərdi. Buna görə də dabballıq sənəti mövsümlə bağlı idi. Bir qayda olaraq iş yazın əvvəllərində havalar qızanda başlanıb, payızın soyuqları düşənə kimi davam eləyərdi. Su donan vaxt aşılanma işi dayanardı. Bu zaman dabbaqxana sahibləri xammal tədarükü, bir də hazır məmulatın satışı ilə məşğul olardılar. Dabbaqxanada kusat ya da sillə deyilən qoz kötüyündən yonulmuş çənlərdən istifadə olunardı. Qozqara kötüyünün ölçüsündən asılı olaraq dabbaq çənləri tutumuna görə bir-birindən fərqlənərdi. Dabbaqlar yaz-yay aylarında toplayıb qurutduqları sarağan ağacının yarpağını dinkdə döyər, alınan unla gön aşılanardı. Qoyun, keçi dərisi sumaq yarpağı ilə, camış gönü də cır narla aşılanardı. Aşılama işində quş armudu, ayı qulağı, qaraqovaq, palıd, vələz, söyüd, qızıl ağacdan əlavə daha başqa boyaqlı bitkilərdən də istifadə olunardı. Dodaq qaçdı. Eyni vaxtda molla ilə öküz özgəsinin bağına girir. Oğlu tez qaçıb atasına xəbər verir. Atası deyir: Oğul, qaç mollanı qov, öküzə dəymə. Oğul təəccüblənib səbəbini soruşanda atası deyir: Öküz biraz yarpaq yeyəndən sonra çıxıb gedəcək. Amma molla bağda olan meyvələrdən yeyib doyandan sonra da həm kisəsini, həm də ciblərini doldurub aparacaq. Və nə bilmişdin? El nəfəsli, durna səsli bayatılar. Əzizim kimi gözlər, tar çalan simi gözlər, sağ gözüm sənə qurban, sol gözüm kimi gözlər. Əzizim sərin eylər, meh gələr sərin eylər, İki dostun arasın bir namərd sərin eylər. Əzizim gedər qalmaz, yaxşı pis gedər qalmaz, yaxşı dosta can qurban, vəfasız gedər qalmaz. Əzizim günü gözəl, kölgənin günü gözəl, ətəyindən tutaram qiyamət günü gözəl. Əzizim gülüstandır, aç oxu gülüstandır, bülbülün göz yaşından bağçada gül islandı.
Eləmi gilələndi, uçqunda gilələndi. Tanrıdan pay umduqca göz yaşım gilələndi. Dağlar dağımdı mənim, qəm oylağımdı mənim. Dindirmə, qan ağlaram, yaman çağımdı mənim. Rəvayətdə gizlənən sirlər. İstəyirlər, deyilənə görə Sarıbaş dağlarında Şölə quşu adında bir quş olub. Şöl, sel, qədim türklərdə sel, su, yağış deməkdir. Vaxtıyla insanlar inanıblar ki, şölə quşu su pərisinin ən sevimli qızıdır. Dünyada sular üzərində hökmranlığı anası ona tapşırıb. Su pərisinin iqamətgahı da Qaraqaya dağlarında, əlçatmaz sıldırım qayalarının başındadır. Deyirlər, yaz vaxtı axşam çağı Qaraqaya dağının başında gəzişən qara buludlar birdən-birə qırmızı rəngə çalır. Ona görə ki, o buludlara pəri qızının çöhrəsinin rəngi düşür. İnanca görə şölə quşunu ovlamaq olmaz. Onu öldürən zaman yağış kəsməz, aləmi sel su basar. Ona görə də adamlar şölə quşuna müqəddəs varlıq kimi baxarlar. Heç kəs ona toxunmur. O gözəldir. Göyərçindən biraz böyükdür. Şölə quşu ən təhlükəli sıldırım qayaların əlçatmaz yerlərindən qaynayan bulaqların ətrafında yuva qurur. Öz sehirli nəğmələri ilə adamların ruhunda vəsvəsə yaradır. Əziz eşidənlər, indi yaylağın gözəl vaxtıdır. Gül bülbülü, bülbül gülü çağırır. Bu vaxt aranda, qışdaqda az adam tapılar. Elat əhli böyüklü uşaqlı dağların əziz qonağıdır. Qışlaqda olanlar yaylaqdakılara həsəd aparar. Dağ deyib dağ eşidərlər. Amma vaxt da öz işini görər. Bir də baxıb görərsən, budur payızın yönü dağa tərəfdir. Yaylağın başının üstünü kəstirib, çox keçməz, köç arana enər. Şükür Tanrı bu gözəl təbiəti bizə verib. Min şükür. Biz də bu dağın, daşın, torpağın, suyun qədrini bilməliyik. Naşükür bəndələri Tanrı nə bağışlamaz, nə də sevməz. Sevilən bəndələrdən olun inşallah. Hə, uzun illərdir Bulaq dədə yaylağı belə görüb. Barı bərəkəti ilə, səsli küylü, işli güclü adamları ilə, babaların, nənələrin xeyir duası ilə, el-obanın adət ənənəsi ilə. Bir görüşümüz də beləcə sona yetdi istəylilər. Vaxtın necə gəlib keçdiyini bilmədik. Ona görə ki, sizlə keçirtdik bu bədəni. İşinizdən, gücünüzdən macal tapıb bizə ayırdığınız qızıldan qiymətli vaxtınızı Bulaq dədəyə halal eləyin. Bir də 7 gün, 7 gecədən sonra Yaradanın izni ilə Bulaq dədənin təzə söz sovqatı ilə qulluğunuzdayıq inşallah. Verilişi araya ərsəyə gətirənlər, mətni seçib sonalayıb qələmə alan Xaliq Rəhimli, ifçinliyib, naxışlayıb, musiqinin işığına tutan Gülşən xanım Səmədlidir. Qulluğunuza çatdıranlarsa biz olduq. Səidə xanım Fərhad, bir də Səməd bəy Yusifcanlı. Biz sağ olun, Sağlıqla qalın.